Xarici İşlər naziri Zelenskiyə klon dedi. 23 yanvar tarixli gündəm xəbərinin efirində bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, İranın Xarici İşlər Nazirliyinin rəhbəri qalmaqallı çıxışla gündəmə gəlib. Belə ki, Nazir Abbas Araqçı Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı son dərəcədə sərt və qalmaqallı bəyanatla çıxış eləyib. Araqçı Zelenskini Amerika və Avropa vergi ödəyicilərinin pullarını mənimsəməkdə, bu vəsaitləri isə korrupsiyaya bulaşmış generalların ciblərinə yönətməkdə ittiham eləyib. Onun sözlərinə görə Kiyev rəhbərliyi bütün bunları güya BMT nizamnaməsinin pozulmasına qarşı mübarizə pərdəsi altında gizlədir. İranın Xarici İşlər Naziri bildirib ki, Zelenski eyni zamanda açıq şəkildə Amerikanı İrana qarşı qanunsuz hərbi təcavüzə çağırır ki, bu da beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulması deməkdir. Dünya bu bəsit klonlardan bezib. Cənab Zelenski, xaricdən dəstəklənən və muzlularla dolu ordunuzdan fərqli olaraq biz İranlılar özümüzü müdafiə etməyi bacarırıq və yad qüvvələrdən kömək dilənməyə ehtiyac duymuruq deyə Abbas Araqçı fikirlərini bu şəkildə ifadə edib.